Xəbər verdiyimiz kimi 2-9 mart tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Qafqaz İnfonun məlumatına görə bugün kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə imtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə etmək üçün təşkil olunan mediaturda maraqlı fakt aşkarlanıb. Belə ki, abituriyent yazılı cavab tələb edən tapşırıqlardan birinin cavab bölməsində cavab əvəzinə öz əlaqə nömrəsini yazıb. Aşkarlanan bu fakt maraqla qarşılanıb və qısa müddət ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bildirib ki, martın 2-də keçirilən tam 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının cavabı həftə sonu açıqlanacaq.